dünyanın derdine çözülmeyle. Bugün biz böyük qürur və fəxarətlə Zəfər gününü qeyd etməkdəyik. Və bugün bura toplanmamızdan məqsədimiz bu zəfəri, bu qüruru, bu fəxarəti bizə yaşadan qəhrəman şəhidlərimizin xatirəsini yad etməyə gəlmişik. Gəlin, Azərbaycanımızın suverenliyi uğrunda, torpaqlarımızın azadlığı bərpası uğrunda, millətimizin şərəfi uğrunda qanlarını, canlarını fəda edərək bu şərəfi bizə yaşadan, bu zəfər gününün sevincini bizə yaşadan əziz şəhidlərimizin xatirəsini bir dəqiqəlıq sükutla yad edək. Sağ ol. Hər birinizi ürəkdən salamlayıram. Bu zəfər günü münasibətilə mən bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bugün mənim üçün danışmaq çox çətindir, çox ağırdır. Bugün 8 noyabr günü biz 5 Oğuzlu balamızın şəhid olduğu gündür. Eyni zamanda da bugün Nailin də şəhid olduğu gündür. Bayramı qeyd edirik, sevinirik, amma eyni zamanda kədərimiz də var. Unutmaq lazım deyil ki, bu sevinci bizi yaşadan bir ailənin kədərə boğan o hisslər var, o acı var. Allah hamısına rəhmət eləsin. Bax, burada uşaqlarımız bu günü, bayram gününü qeyd edirlər. Onları bu günü qeyd eləmək üçün inanın ki, gör neçə ana ağlar qalıbdır. Ona görə demək istəyirəm ki, bütün cəmaata, bütün xalqa, bax, bugün şəhid olan evlatlarınızı yad eləyin, yaşadın ki, yaşaya biləsiniz. Bizim evlatlarımız getdi, amma geridə qalanlar yaşasınlar. Bu, Azərbaycan xalqını qorumaq üçün, bu körpələri qorumaq üçün, bu vətəni bir daha başına qara buludların gəlməməsi üçün bu şəhidləri heç vaxt unutmaq olmaz.
Deyirəm ki, yaşadın ki, yaşaya biləsiniz. Dəyər verin ki, hörmətli ola biləsiniz. Bax, danışıram, inanın ki, o qədər çətin vəziyyətdəyəm ki, ürəyimdə olan o hissləri, fikirlərimi sizlərə çatdırmağa çox çətinlik çəkirəm. Allah hamısına rəhmət eləsin. Dəyər verirsə, demək şəhidinizi unudursunuz. Şəhidinizi unudursunuzsa, demək evinizdə körpələrin gələcəyini unudursunuz. Demək bu vətənin gələcəyini unudursunuz, xoşbəxtliyini unudursunuz. Ona görə bura gələn insanların hər birinə sonsuz təşəkkür edirəm. Ürəyində şəhid sevgisi yaşadan insanlar, var olasınız. Dəyər verib sevgimi qazanan insanlar, Allah hamınıza can sağlığı versin. Var olun hamınız, sonsuz təşəkkür edirəm. Allah prezidentimizi korusun, Allah halkımızı korusun. Sağ olun. Allah razı olsun. Allah hamımızdan razı olsun. Allah sabır versin. Allah halkımızı, prezidentimizi, milletimizi Amin, korusun. amin. Çok sağ olun. Var olun. Xətriniz əziz olsun. Hər zaman. Cümlemize. Çok sağ olun, çok sağ olun. Sağ olun. Allah razı olsun.